gördüyünüz çukur da akşam yağan yağışlardan sonra əmələ gəldi. Təsəvvür eləyin, bu həyətdir. Və həmin həyətdə də körpü uşaqlar var. Uşaqların oynadığı bir yerdir. Baxın, heç bir dövlət qurumu, heç bir idarə ümumiyyətlə yaxın durmur, baxmır, maraqlanmır. Yadınızdadırsa, Binəqədi rayonunda gənc bir oğlan. Gördüyünüz belə bir yolla gedərkən belə bir çukur əmələ gəlir və adam düşdü kanalizasiya kollektoruna. Ona cavab verən oldu. Yəni bizim də həyatımız böyük bir təhlükədədir. Bu evin arxası, önü 3 ev idi, oldu artıq 4. Bu kanalizasiya kollektoru da ümumiyyətlə necə təmir olunub, yəni necə tikilib ümumiyyətlə anlayışım yoxdur. Burada nə turba, nə beton, belə bir şey yoxdur. Beton qatı, sadəcə torpaq qatıdır. Bax, görürsünüz də. Səsdən də aydındır. Və bunun da yanında ev var.